Hörmətli sahibkarlar, Dövlət Gömrük Komitəsi xarici iqtisadi fəaliyyətinizlə bağlı sizə yeni elektron xidmətlərini təqdim edir. İdxal-ixrac əməliyyatlarınız haqqında arayışı gömrük orqanına gəlmədən almaq, sərhəd gömrük buraxılış məntəqələrindən sürətli keçmək, dövlət sərhədindən keçirəcəyiniz valyuta, mal və ya nəqliyyat vasitəsini bəyan edilməsinə vaxt itirməmək, gömrük rəsmiləşdirilməsi ilə bağlı sənədlərinizi gömrük orqanına gəlmədən təqdim etmək və Mərkəzi Gömrük Ekspertiza İdarəsinə elektron müraciət etmək üçün Dövlət Gömrük Komitəsinin internet səhifəsindəki elektron gömrük xidmətlərindən istifadə edin. Siz ölkəyə idxal edəcəyiniz malın gömrük rüsumunu öyrənmək istəyirsiniz. Malınızı ilkin bəyan edib, gömrükdən tez bir zamanda keçmək istəyirsiniz. Bunun sadə yolu vardır. Bunun üçün Dövlət Gömrük Komitəsinin internet səhifəsinə daxil olun, elektron gömrük xidmətləri bölməsində malın nomenklaturası menüsuna daxil olub, istədiyiniz malı tapın və gömrük yığımları düyməsini basın və bu zaman siz tələb olunan gömrük rüsumları ilə tanış ola biləcəksiniz. İlkin bəyan üçünsə sizə şəxsi kabinetdən sərhəddən keçirəcəyim malların ilkin bəyan olunması düyməsinə basın. Yeni mal bəyan et keçidini sıxıb, malınız haqda məlumatları əlavə edin. Bu məlumatlar ardıcıl olaraq malın təyinatı, malın kodu, mal haqqında məlumat, çəkisi, miqdarı və hərəkət marşrutu kimi bölmələrdən ibarətdir. Malın daşındığı nəqliyyat vasitəsinin dövlət nömrə nişanı və konteynerin nömrəsini məlum olduğu halda qeyd edin. Üçüncü mərhələdə idxalçının vöyün nömrəsi, adı və ünvanı qeyd olunur. Daha sonra ixracatçının eyni adlı bölmələri doldurulur. Üçüncü mərhələdə idxalatçının sərhəd keçid məntəqəsini seçdikdən sonra invoysun nömrəsini, malın invoys qiymətini, valyutanı və invoysun surətini əlavə etmək lazımdır. Son olaraq 4 simvollu kodu daxil edirik.